Salam hörmətli izləyicilər, xoş gördük sizi RTV kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir yemək hazırlayacağıq. Balıq ləvəngisi. Bunun üçün bizə nələr lazım olacaqdır? Gördüyünüz kimi xırda doğranılmış soğandır. Balıqdır, bizə belə taxta balıqdır. Siz istəsəz zövqünüzə uyğun digər balıqlardan istifadə edə bilərsiniz. Bax belə alçadır, turşu, yəni indi qavağı yaya gedir. Bax belə qoya bilərsiniz. Çox dadlı alçadır, kanalımızda var. Necə hazırlanır? İnandım siz, çox gözəl. Yəni biraz bu turş eləsin deyə alça lazım olacaqdır. Və göylər. Təbii ki də yağ, duz, istiyor zövqə görə. Göylərimiz isə əziz izləyicilər, deməli bizdə gördüyünüz kimi şüyüddür. Biraz göy soğan tökəcəyik. Ondan sonra kişnişdir. Sonra kəvərdir və s. də, yəni göylər zövqünüzə uyğun. Və təbii ki, bəxt dediyim kimi yağ və duz istiot lazım olacaqdır. İndi başlayırıq siftə soğanımızı qovurmağa. Deməli, əziz izləyicilər, gördüyünüz kimi tavamıza yağımızı tökdük. Yağımız biraz belə deyək, biraz qazımızı qaldırırıq. Bax belə əriyəndən sonra tam artıq əriyir. Üzərinə soğanımızı əlavə edirik. Yağ əriyəcəkdir. Yox, yəni indi edirik elə yağla bir yerdə soğanımız qovrulsun. Verəcək. Soğanımız qovrulur. Vampurda qoyuruq və soğanımız belə deyək qovrulur. Ona kimi isə göyümüzü doğrayacağıq. Deməli, əziz izləyicilər, soğanımız belə deyək qovrulana kimi biz başlayırıq göyümüzü doğramağa. Şüydümüzü ilk öncə doğrayaq. Gördüyünüz kimi çox gözəl. Elə göylərin də ilk belə deyərdim sezonudur. Göy bu dəqiqə boldur. Bizim kətlərimizdə, rayonlarımızda, düzdür indi şəhərlərdə biraz az olar da kətdən gətirildi. Yəni bax bu şəkildə doğrayırıq. Nə böyük, nə kiçik. Onsuz da bu göylər belə deyək də pişəcəkdir və içində itəcək. Bax belə. Göy nə qədər çox olsa o qədər yaxşıdır. Çünki göy ona dad verir, həm də tam verir. Ondan sonra soğan bir əcə edirik. Nəyə görə? Çünki soğan bildiyiniz kimi bəyəx baş soğan tökmüşük. Ona görə bu birisi soğandan çox elə tökməyik. Sadəcə göyünə görə bir damcı belə deyək tökürük. Belə yəni bir damcı tam versin deyə tökürük. Quzu qulağı zat da tökə bilərsiniz. Yəni o turş eləyir. Belə bu qədər oldu. Məncə kifayət edər. Deməli, əziz izləyicilər, gördüyünüz kimi baxın kəvərimizi də belə doğrayırıq. Kəvər çox edəcək. Yəni bir dəstədir də belə deyək. Kəvər nə qədər çox olsa o qədər yaxşıdır. Bax bu şəkildə belə doğrayırıq. Yəni nə çox, balaca nə çox yekə olur. Bax belə bu şəkildə doğradıq belə. Kəvər çox edəcəyik əziz izləyicilər. Çünki kəvər buna xüsusi tam verir.
Deməli əziz izləyicilər, bax bir damcı da bu qədər çox yox nanə əlavə edirik. Çünki nanə də ona xüsusi belə deyərdim tam verir. Bu qədər də nanə əlavə edirik belə. Nanə də ona xüsusi tam verir. Buğulamamız onda daha da gözəl olacaqdır tamı. Belə. İndi isə əziz izləyicilər kişnişimizi doğrayırıq. Kişnişi yəni zoğlu zaddır. Bax belə bu şəkildə edirik. Onsuz da içində belə deyək bişəcəkdir. Kişnişdə bir dəstə əlavə edirik. Belə. Hərdə zoğları var. Onları bax belə kəsirik ki, xırda olsun biraz. Düzdə içində pişəcəkdir. Və yenir. Deməli əziz izləyicilər, gördüyünüz kimi baxın göylərimizi belə doğradıq. Nanə, kişniş, şüyüd, kəvər, nə bilim şüyüd, soğan, göy soğan və s. də yəni göylərimizi hamısını doğradıq. İndi isə soğançamız qovrulub və onun üstünə əlavə edirik. Deməli əziz izləyicilər, gördüyünüz kimi baxın soğançamız belə qovrulub və onun üzərinə bax göylərimizi beləcə əlavə edirik. Biraz sıvıdır diye. Bu deməli Dağıstan şey deyirlər, buna buğulaması balıq. Buna ən çox Dağıstan tərəfdə bəzi qardaşlarımız, bacılarımız bunu pişirirlər. Biraz aşağı ediyor. Böyle de karıştırdık ki biraz ölüş gelsin. Ağzını örtürük ki bizim göyümüz biraz ölüş gəlsin. Deməli əziz izləyicilər, bax gördüyünüz kimi biraz belə ölüş gəldi. İndi bunun zövqə görə istiotunu əlavə edirik. Kim qara istiot, kim qırmızı istiot aslında istəyir tökə bilər. Birəcə biz su əlavə etdik çünki göylerde de su olmadı diye. Ondan sonra tuzumuzu əlavə edirik. Balığa da tuz vuracağıq. Və alçamızdan içine belə atırıq ki şey olsun, pişsin. Kim nə qədər istəyir o qədər tökə bilər. Bizə kifayətdir. Və yaxşıca qarışdırırıq. Göyün iyi o qədər gözəl vurur ki. Və bamxodda qoyuruq ki, belə edib biraz da pişsin. Ona kimi balıqlarımızı duzluyuruq. Deməli əziz izləyicilər, bax gördüyünüz kimi belə pişdikdən sonra biraz da balıqlarla. Balıqlar da bax gördüyünüz kimi beləcə içini zadı təmiz duzlamışıq və birəcə göydən içinə qoyuruq. Bax belə da başqa şeyə qoymuruq da, necə deyim, qaba. Elə bax buraca beləcənə qoyuruq. Belə.
suyudan götürüb beləcə içinə qoyuruq və beləcə qoyuruq bura. İnandırım sizi, çox gözəl və dadlı şey çıxır, buğlama. Bir dəfə yeyən yenə hazırlayacaqdır. Əsl apreldə də bax göylərin çıxan vaxtı beləcə hazırlaya bilərsiniz. Həm balıq ucuz olur, sezonu qurtarır deyə, həm də göylər belə deyərdim, çox olur və ucuz olur. Belə. Maximizini də qoyaq. Göylərdən biraz üzərinə ezdirik və yaxşı. Şimdi yəni mən ayrı qava töyünə istəmədim də. Dedim belə burada belə deyək, pişsə daha da yaxşıdır. Belə göylərdən də üzərinə tökürük. Belə. Və bax bu şəkildə qoyuruq. Vanxodda pişir. Ağzını da örtürük, öz buğunda yaxşıca pişir. Əziz izləyicilər, baxın gördüyünüz kimi artıq belə deyərdim, balıq buğlamamız pişdi. Beləcə hazırlayıb süfrəyə verə bilərsiniz. Həm tadı gözəl, həm belə deyərdim, görünüşü gözəl və ağız tamınıza da uyğun olacaqdır. Yəni bax beləcə hazırlayın və süfrəyə verin. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like olun. Çünki biri-birindən gözəl reseptlər gəlir. Turşular, ondan sonra salatlar, mürəbbələr və s. yeməklər resepti gəlir. Kanalımıza abunə olun, videolarımıza da like olun. Sağ olun, salamat qalın.